Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Suriya kimyəvi silahların məhvi planını təqdim etməyə hazırlaşır. Konqres Obamacare veb səhifəsindəki problemlərə dair dinləmə keçirir. Taylandda avtobus qəzası onlarla budistin həyatına son qoyur. Suriyanın kimyəvi silah proqramını zərərləşdirmə missiyası hökumətin mövcud kimyəvi silah başlıqlarının məhvi planını açıqlamasını gözləyir. Kimyəvi silah başlıqlarının məhvi BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının əldə etdiyi razılığın son mərhələsidir. Planı təqdim etmək üçün Suriyaya bazar gününə qədər vaxt verilib. Ancaq Kimyəvi Silahlara Qadağa Təşkilatı bildirib ki, 24 saat ərzində hökumətin silahların məhvi planını missiyaya təqdim etməsi gözlənilir. Təşkilatın müfəttişləri Suriyanın göstərdiyi obyektlərdə təchizatları məhv edirlər. Qrup noyabr ayının 1-nədək Suriyanın yeni silahlar istehsal etmək qabiliyyətini zərərləşdirə biləcəklərindən əmin olduqlarını bildiriblər. Federal hökumətin oktyabr ayının 1-də işıq üzü görən tibbi sığorta portalına cavabdeh kontraktorlar Konqres qarşısına çıxacaqlar. Dinləmədə veb səhifədə üzləşilən çoxsaylı problemlər müzakirə olunacaq. Özəl tibbi sığorta əldə etmək üçün www.healthcare.gov səhifəsinə girərək müxtəlif planlarla maraqlanan minlərlə Amerikalı səhifədə ciddi maneələrlə rastlaşıb. Barack Obama administrasiyasında nümayəndələr səhifədəki nasazlıqları aradan qaldırmaq üçün ölkənin müxtəlif aparıcı tibbi sığorta şirkətlərinin başçıları ilə Ağ Evdə görüşüblər. Ağ Evin bildirdiyinə görə problemin həll edilməsi üçün onlar hökumət və özəl sektorların texniki ekspertləri ilə də müzakirələr aparıb. Prezident Obamanın səhiyyə islahatları respublikaçıların sərt müqaviməti ilə üzləşib. Bu proqramı hökumətin özəl tibbi sektora müdaxiləsi kimi qiymətləndirən respublikaçılar yaranan gündən təşəbbüsü ləğv etməyə can atırlar və veb səhifədəki problemlər onlara əlavə əsaslar verib. Pakistanın baş naziri Nəvaz Şərif ABŞ prezidenti Barack Obamadan ölkəsində pilotsuz təyyarə hücumlarına son qoyulmasını xahiş edib. Pilotsuz təyyarə hücumları Pakistanda böyük narazılıqlara səbəb olub. Ağ Evdə keçirdiyi görüşdən sonra cənab Şərif bu kimi hücumların dayandırılmasının vacibliyini bir daha vurğulayıb. Pakistan və ABŞ terrorizm əleyhinə mübarizədə əməkdaşlıq edir. Biz bu əməkdaşlığı daha da gücləndirmək istiqamətində işlər görməyik, deyə cənab Şərif bildirib. Cənab Obama pilotsuz təyyarə hücumları barədə bir söz deməyib. O, iki ölkənin terrorizmə qarşı mübarizədə əməkdaşlığı daha da möhkəmləndirməkdən söhbət açıb. Prezident Obama Pakistanın iqtisadiyyat və təhsil sahələrində inkişafa da ABŞ-ın dəstək verəcəyini bir daha təsdiqləyib. Avstraliya rəsmiləri ölkədə vüsət alan meşə yanğınları ilə mübarizə zamanı ikinci adamın da həlak olduğunu bildirib. Təyyarə Sidney şəhərinin cənubunda Uladula sahil şəhərində alovu söndürmək üçün su tökməyə cəhd edən zaman qəzaya uğrayıb. Hadisə zamanı pilot dünyasını dəyişib. O, təyyarədəki yeganə şəxs olub. Rəsmilər deyib ki, qəza dağlıq ərazidə baş verdiyindən xilasetmə dəstəsi əraziyə getməkdə çətinlik çəkir. Digər bir nəfər isə evini 200 evin dağılmasına səbəb olan yanğından xilas etməyə çalışan zaman həlak olub. Təhqiqatçılar Avstraliya ordusunun ən geniş meşə yanğınını söndürdüyünü açıqlamasından sonra yanğınsöndürənlər Avstraliya hərbiçilərinə dəstək nümayiş etdirib. Yanğın söndürmə xidmətinin rəhbəri hərbiçilərin yanğın törətmək məqsədinin olmadığını deyib. Ötən həftə baş vermiş yanğında heç kim xəsarət almayıb. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin veb səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizlə xudahafizləşirəm. Salamat qalın.